Kim dərdlə, qəmlə, kədərlə, müsibətlə mənə üz tutub gəlsə, mən söz verirəm onun, elə göndərəcəm evinə, ailəsinə ki, sevinclə geyəcək ailəsinə. İmam Hüseynin vədidir. Ay Kərbəlaya gedənlər, ay Ərbəyin ziyarətində olan. İmam Hüseyin vəd verir. Deyir ki, dərdlə gəlsin, sevinclə qaydarsın. Hayıfdır adam ömrü gələ-gedə bir dəfə də olsun İmam Hüseyini ziyarət edəməyəm. Bəlkə də bəziləri indi ürəyi döyünür orayla. Elə hey yalvarır, kaş bu qapılar açılaydı, gedib Hüseyini ziyarət edəyirdi. Hüseyini ziyarət eləsən nə olacaq? Baxın bədisə, Yəmuddullah fi umurikə, Allah ömrünü uzadar. Yazidullah fi rizqikə, ruz və bərəkət verər. Yuhyikəllah səidən, Allah səni dünyada xoşbəxt eləyər. Və la təmut illa səidə, səid, aqibət bixeyr bu dünyadan gedərsən və yəktubukə səidən, səni xoşbəxtlərin divanına adını yazarlar.